Uzun zamandır bildiğiniz gibi federalizm ve istiqlaliyyət bizim teorik bəhslərimizdə biraz geniş yer alır. Hətta istiqlalçı dostlarımızın mübahisələrində federalistlərə qarşı baxdığımızda az fəzanı tutmur. Yəni onların bəhslərindən çox geniş fəzanı tutur. Federalistlərin davranış tərzi istiqlalçılara qarşı dostluq çərçivəsindədir. Yalnız tənqidi bir yönü var. Amma istiqlalçı aktivistlərimizin analizlərində federalizmə və ya federalistlərə qarşı bir şiddət kəlamı ilə qarşılaşırıq. Xəsmanə bir toxunuşla qarşı-qarşıya gəlirik. Hətta bəzən xain, satqın bu cür sözlər də istiqlalçıların tərəfindən federalçılara qarşı rast gəlmə rahatca mümkündür. Bu təəssüflü bir durumdur. Teorik bəhsin dərinləşməsində onun daha çox demokratik dilini təşxis etmək olar. Yəni tənqidi dil nə qədər demokratiksə, o qədər tənqidçinin düşüncəsi demokratik olması gərəkir. Amma dil acı olursa, dilin içində əhanət, töhmət, iftira barındırılırsa və ya dildə xəsmanə ton görünürsə, orada görünür ki, tənqidçinin düşüncəsində demokratik anlayış o qədər zəifdir. Nə qədər dilin səviyyəsi enir, əhanət, töhmət, iftiranın ədviyyəsi çoxalır, o qədər o düşüncə sahibinin düşüncə səviyyəsinin düşük halı, düşüncəsinin antidemokrat olması, yəni özünün antidemokrat olması gerçəkdən və onun daha pis etkisi hərəkatın kültür səviyyəsini endirmə, Türk toplumunda ya Türk siyasi toplumda antidemokratik ədəbiyyata fəza açma, yəni hərəkatın dil və ədəbiyyat sahəsini antidemokratik dillə bürəmə rahatca gözə çarpır. Yəni istiqlaliyyət və ya federalizm ki bir strateji konusudur bir siyasətçiyə, o strateji ideolojinin yerinə oturur. Yəni bir ideolojik forma gəlir. Bir inanc formuna gəlir. Bir strateji konusu ideolojik duruma gəldiyində, yəni sən fikrində dəyişilmə istedadını, fikrində dinamizm istedadını əldən verirsən. Fikrdə dinamik əldən verildi. Fikrdə o əsənliyi, initafı əldən verdin. O fikir necə bir hərəkata yardımcı ola bilər? Ona görə bugün bir suala yalnız cavab vermək istəyirəm. Mən federal haqqında, ya bir federalçı kimi, əcəba mən federalizmin qaş gözünə mi aşiqəm? Və ya yox, sənin müəyyən bir siyasi, ictimai, iqtisadi durumun analizindən bir sonuca varırsan. Belə olursa daha yaxşı olur deyə düşünürsən. Siyasətə düşünən, strateji konularına düşünən və strateji xətti ayıran bir hərəkat üçün çox rasional, çox bilimsel açıdan düşünmə, çox məntiqi olma və ələl-xüsus dünya təcrübəsini göz önünə alma, dünya hüquq məsələsini ələl-xüsus 2-ci Dünya Savaşından sonra çox ciddiyyətə alma və bunların çərçivəsində bunların oluşumundan bir sonuca varma və onun içindən bir strateji əldə etmə söz konusudur. Türk xalqı Azərbaycanda, Güney Azərbaycanda və İranda, İranın çapında elə bir fəlakətli durumdadır ki, maarifləşmə haqda, ələl-xüsus milli maarifləşmə haqda elə bir fəlakətli durumdadır ki, biz hamımız bir mövzuda bir dəfə deyil, 2 dəfə düşünməyik. 2 dəfə olmasa daha 3 dəfə düşünməyimiz gərəkir. Hangi yolu seçsək xalqımızı milli maarifləşməyə tərəf çəkə bilərik? Bildiyiniz kimi seçdiyin teorida və iraə etdiyin düşüncədə bir cəzzabiyyət olmaq lazımdır. Çox ciddi məsələdir bu cəzzabiyyətin olması. Niyə bir insana sənin düşüncənin cəzzabiyyət olsun? Ya necə sənin fikrin bir oxucuya, bir qulaq asana cəzzabiyyət ola bilər? Əgər sənin sunduğun fikirdə gerçəkçilik, əqlaniyyət, bilim, təcrübə yatırsa və sunulan fikir bugün başqa mövcud fikirlərlə bir rəqabət durumuna gəldiyində, o rəqabətdə güclü görsənirsə, onda o sunulan fikirdə cəzzabiyyət vardır.
hər bir sunulan düşüncədə bu özəllik daşınılmasa, adım çəkdiyim cəzzabiyyət olmasa, insanlar onu öyrənməyə maraq da göstərməzlər. Maraq göstərməsələrsə, maarifləşməzlər. Yəni, Türk Milli Demokratik Hərəkatının sırasında aktivistlərimiz, qələm sahibimiz, sinemaçımız, şiir yazanımız, roman yazanımız, hamısı, əgərsə deyək bir romanı götürək. Əgər türk dilində bizimkilərin yazdığı roman bugün İran səviyyəsində olan romandan rəqabət edici bir durumda olmasa, onda cəzabiyyət olmaz. Onda maraq göstərilməz. Ona görə bizim insanlarımızın, türk insanlarının hər sahədə çalışırlar, ciddicə zəhmət ehtiyacı olan bir işdir. Ədəbiyyatçı ciddi bir ədəbiyyatçı olmaq lazımdır. Şair deyilsə, elə bir şair olmaq lazımdır ki, şeiri şeirlərin şeiri olsun və İranın səviyyəsində mətrux olan şeirə meydan oxuya bilsin. Romanı da elə, sineması da elə. Siyasi sahəyə gəldiyində, siyasi aktivisti də belədir. Bunu bilməyimiz lazımdır. Keyfiyyətimiz yüksəlməyincə, siyasi aktivistlər yanında cəzzabiyyətimiz olmaz. Bir dəfə qulaq asılar, ikinci dəfə qulaq asılar, üçüncü dəfə adımız gələndə kimsə onu açıb baxmaz. Və əgər bizim siyasi analizlərimiz İran çapında, Azərbaycan məsələlərində, bölgəsəl sorunlarda, dünya məsələlərində analizlərimiz başqa analizlərlə rəqabət halında olmasa, bir dəfə oxuyar, ikinci dəfə nə yoxsun? Görürsən ki, bizim işimiz daha çətindir. Bir millət keçən yüzildə ağır bir asimilasyona məruz qalmışdır. Mərkəzçi zehniyyət tapmışdır. Yəni öz düşməninin zehniyyətini onun beyninə yerləşdirmişlər. Biz o zehniyyəti dəyişmək istəyirik. Bu kəsim insanlarımızın zehniyyətinin dəyişməsində ki, bizim üçün həyati rolu var. Hər tək insanımızı bu hərəkata cəzb etməliyik. O zehniyyəti cəlb etmək üçün onun zehniyyətində olan səviyyə ilə bizim ona sunduğumuz düşüncələr rəqabət durumunda olmalıdırlar. Yəni o zehniyyətdə olan fikrin rəqabətli bir səviyyədə olması lazımdır. Ki o insan, o türk insanı bizim aktivistlərimiz ona sunduğu fikri onun zehnində olan fikrinə bir rəqabətə salsın. Və o özünü bir seçim qarşısında hiss etsin. Bir keyfiyyətlə qarşılaşsın. Və o keyfiyyətdə bizim sunduğumuz keyfiyyət olsun. Və orada onun seçimi bizim hərəkatın aktivistlərinin zehniyyətinin seçimi olsun. Tamam sahələrdə biz rəqabət etmə bir durumundayıq. Rəqabət etmə durumunda olmasaq, xalqımızın gücünü əldə etməyə çətinlik çəkəcəyik. Həm də çox. Buna görə elə əsnək düşünməliyik. Yine izninizlə dönüm federalizm və istiqlal məsələsinə. İstiqlaliyyət strateji və federalizm bir strateji kimi ideoloji deyil bizə. Yalnız və yalnız bu seçimlərdə türklərin maarifləşməyə özen göstərməsi əsasdır. Yəni taktik, strateji, hədəf nə varsa, söz, teori nə varsa yalnız bir hədəf axtarır. Bir hədəf dalsıcadır. O hədəf xalqımızın milli maarifləşməsidir. Bizim yalnız ona ehtiyacımız var. Çünki yalnız Türk xalqının Güney Azərbaycanda və hətta İranın genəlində milli maarifləşmə ilə güc sahibi olacaq. Baxın, güc sahibi olacaqdır dedim. Milli maarifləşmə nə qədər genişlənirsə, nə qədər toplumda yayılırsa, Türk toplumunda, o qədər bu xalq güc sahibi olacaq. O qədər bu xalq söz sahibi olacaq. Elə buna görə də bizim strateji seçimimizdə istiqlal və ya federalizmi seçdiyimizdə, hər bir seçimimizdə, çünki burada federalizm və istiqlal sözü gəlibdi deyirəm, hər bir seçimimizdə xalqımızın imkan daxili və rahatca milli maarifləşməsinə düşünməklə seçməliyik. Federalizmi seçiriksə, bu vasitə ilə xalqımız milli maarifləşə bilər deyə düşünməliyik. İstiqlaliyyəti seçirsəksə, yalnız əcəba bu şüar və bu strateji bizim millətimizin milli maarifləşməsini gücləndirirmi, ya yox? Federalizm ilə istiqlaliyyəti qiyasda
bizim geçen yüzyılda asimiliye məruz qalan ve ana dilinde danışma bilmeyen, ana dilinde yazıp okuması olmayan milletin bu iki seçim arasında hangisine parmak koyursak daha milli maarifləşməni gücləndirə bilərik və Güney Azərbaycanda və İranın çapında Türk toplumunda yaya bilərik veya yayıla bilmə imkanı vardır. Yalnız bu seçimlərimdə buna düşünməliyik. Baxın, istiqlalçılarımızın sözündə istiqlaliyyəti seçmə bir zati seçimli deyir. Bu söz Eldar Bəy Qaradağlı'nın da sözlərində gəlmişdir. Və hətta onun ideoloji seçimində belə diqqət etsəniz, deyir ki, Azərbaycan türkçülüyü mənim ideolojimdir deyir. Acaba siz ideolojiler tarixində Azərbaycan türkçülüyü adında bir ideoloji duymusunuz mu? Bu seçim, yani ideolojik seçim. Bir siyasi ünsür özüne düşünüp onu seçir. Halka düşünmür. Halkın maarifləşməsi söz konusu değil ona. Halkın isteği, istememəsi, hazırlığı olmaması ona söz konusu değil. O değil, bu zatiydi. Biz belə olmalıyıq. Və dəqiqən bu düşünce başlayınca insan əsnəkliyin seçim karşısında elden verir. Etkili olma mahiyyətini itirir. O adın çəkdim ha, o cəzzabiyyət. Adın çəkdim ha, o rəqabət, keyfiyyət. O rəqabət olmayınca cəzzabiyyət də olmaz. Çünkü o rəqabət olmayınca keyfiyyətin yüksək olmayacaq. Keyfiyyətin yüksək olmadı, cəzzabiyyəti olmayacaq sənin sunduğun fikir. Elə buna görə də strateji seçimində və burada danışdığım mövzuda ideoloji seçimində də əsnək olmalıyıq. Baxın, ideoloji seçimi deyirəm ha. Yəni mən qabaqca millətçi idim, liberal idim, sosialist idim. İndi də olduğum kimi devam etməliyəm. Yox, mənim danışdığım fikirdə, ideoloji seçmədə də bugün milli maarifləşmənin ciddi rolu vardır. Yəni biz bugün börkümüzü önümüze koymalıyıq və düşünməliyik ki, mən hangi ideolojini seçirsəm və o ideoloji çərçivəsində ədəbiyyat yaradırsam və o ideoloji çərçivəsində fikir ürətirsəm, eləyə bilərəm Türk xalqını milli maarifləşmədə yardım edim, köməkçi olum. Umuram fikrimi əks etdirmişəm. Mən şəxsən həm ideoloji seçimimdə və həm strateji seçimimdə yalnız bir hədəfə düşünmüşəm. Bu ideolojini seçirsək veya bu stratejini seçirsək, hangisi Türk xalqının milli maarifləşməsini sürətləyib genişcə yaymaqda yardımcı ola bilər. Bizim siyasi aktivistlərimizin, siyasi partiyalarımızın, aydınlarımızın, öncüllərimizin, qələm sahiblərimizin hamısı məncə belə düşünməlidirlər. Bu işi necə edirsək bizim xalqın milli maarifləşməsinə səbəb ola bilir. Siyasilərimiz xalqımızın milli maarifləşməsini hədəf tutmalıdırlar. O hədəfi tutmalıdırlar və o hədəfə varmaq üçün fərqli metodlar və şivələri əldə etməlidirlər. Çünki milli maarifləşmə toplumumuza yayılmayınca Türk milli hərəkatında məna qalmaz ki, məqsədə çata bilməz ki. Millətin maarifləşməsi olmayan yerdə bir siyasi hərəkətin nə gücü ola bilər ki, bir yerə vara bilsin, bir hədəfə çata bilsin, bir məqsədə yetişə bilsin. Zənn edirəm ki, mən fikrimi izah etdim. Arzu edirəm ki, tamam aktivistlərimiz və təşkilatlarımız, qələm sahiblərimiz, şairlərimiz, sənətçilərimiz hamısı işlərində yalnız milli maarifləşmə məqsəd olsun. Elə olursa bu hərəkətin gələcəyi çox aydın və çox işıqdır. Teşekkür, beni dinlediğiniz için.